bizim mötəbər mənbələrimiz sübut edir ki, bu 3 dənə qız Həzrət Peyğəmbərin qızları olmayıb. Həzrət Peyğəmbərin qızları, məsələn Zeynəb deyirlər, Ümmü Kulsum deyirlər. 3 dənə Həzrət Fatimə Zəhradan əlavə deyirlər qız olub. Həzrət Peyğəmbərin qızları deyil. Bu özü ciddi ixtilafdandır. Hətta bizim mötəbər mənbələrimiz sübut edir ki, bu 3 dənə qız Həzrət Peyğəmbərin qızları olmayıb. Kim idi bunlar? Ya Həzrət Xədicənin əvvəl evlənmişdi, onun qızları idi, ya da ki Həzrət Xədicənin bacısı qızları idi. Həzrət Peyğəmbərin evində qalırdı. Və hətta tarixi mənbələr sübutdur. O Əhl-i-Sünnə mənbələrində də biz bu məsələyə rast gələ bilərik. Bir dənə mən sizə nümunə göstəreyim. Deməli bir nəfər şəxs soruşdu ki, Osmanla Əli barəsində Buxaridə gəlib bu hədis. Osmanla Əli barəsində nə deyirsən? Bir nəfər sahabədən soruşdular. Dedi ki, Əliyə gəldikdə Əli Həzrəti Peyğəmbərin yeznəsidir. Amma Osmana gəldikdə Allah onu bağışlasın ki, qaçdı Uhud mühasirəsində. Əgər bu fəzilətlisə Osman Həzrət Peyğəmbərin qızını almışdısa, bəs nə üçün orada demədi? Osman da Peyğəmbərin yeznəsidir. Yəni tarixi faktlar göstərir ki, bu sonradan onlara fəzilət qazandırmaq üçün ki, onlar fəzilətlilərdə məsələn deyirdilər Zunnureyn. Ki, məsələn Həzrət Peyğəmbərin 2 dənə qızını alıb, Osman birini aldı, öldü, ikincisini aldı da. Ona fəzilət qazandırmaq üçün bu işi gördülər.